Son zamanlar Amerika Birləşmiş Ştatlarından dəstək almağa çalışan ermənipərəst qüvvələr hər alətdən istifadə eləməkdən çəkinmirlər. Hətta Washington Post nəşri də Azərbaycana qarşı terrorçu fəaliyyəti ilə tanınan məhbus Ruben Vardanyanın müdafiəsinə qalxıb. Həmin o dərgi ki, adətən adı daha mötəbər, miqyaslı proseslərdə çəkilərdi və belə ucuz intriqaların şəriki olmazdı. Washington Post nəşri yenə Azərbaycan əleyhinə məqalə dərc edib. Nəşr Azərbaycanın insan hüquqlarının pozulmasında, o cümlədən Qarabağda etnik təmizləmə aparmaqda ittiham edir. Washington Post həm də törətdikləri cinayətlərə görə həbs olunan Ruben Vardanyan və onun dəstəsindən dırnaqarası vicdan məhbusu düzəltməyə çalışır. Təəssüf olsun ki, son zamanlar bilavasitə Demokrat Partiyanın və Demokrat administrasiyasının ABŞ-da ələtinə çevrilir. İndi vaxtilə Washington Postun hansısa bir silsilə məqalələri nəticəsində hökumətlər istifaya gedirdilər, hansısa bir namizədlər öz namizədliyin geriyə çəkirdilər, dünya maliyyə bazarına təsirləri olurdu. İndi isə cılız kimlərinsə sifarişi ilə Azərbaycan dövlətinə qarşı kampaniya aparırlar. Siyasi müşahidəçilər deyir ki, Washington Post vaxtı ikən Sovet hökumətinin ruporu olan Komsomolskaya Pravda qəzetindən fərqlənmir. Amerika Birləşmiş Ştatları hazırda Bidenin timsalında məsxərəyə çevrilib. Bundan başqa rəsmi Washington, prezidentliyə namizəd Donald Trumpa sui-qəsd və dinc aksiya iştirakçılarına polis zorakılığı ilə adı qazanır. Bu ölkənin yaxın keçmişi də təlatümlərlə yadda qalıb. Məsələn, yaxın şərqi qana bulayan, xüsusilə İraqdakı Əbu Qreyb həbsxanasında məhbuslara işgəncə verən və Əfqanistanı taleyin ümidinə buraxaraq qaçan da məhz Birləşmiş Ştatlar idi. Birləşmiş Ştatların ayaq basdığı istənilən ərazinin faktiki olaraq cəhənnəmə çevrildiyinin şahidi oluruq. Biz Ərəb Baharı adı altında hansı faciələrin baş verdiyini, bugünə qədər də insanların, milyonlarla insanların öz evindən didərgin düşdüyünü, eyni sayda insanların qətlə yetirildiyini, günahsız insanların qətlə yetirildiyini, tarixi abidələrin dağıdıldığının şahidi oluruq. Yəni, Birləşmiş Ştatların yanaşmasında yalnız öz maraqlarına münasibətdə hətta terrorçular belə yaxşı terrorçuya çevrilə bilərlər. Ekspertlər bildirir ki, rəsmi Vaşinqtonun müxtəlif yollarla Azərbaycana təzyiqi heç bir nəticə verməyəcək. Bu siyasət Ermənistana fayda gətirməməkdən yanaşı, Azərbaycanın yolundan geri döndərməyəcək.